Salam hacı, qadın təlaq etdirə bilərmi? Aleyküm salam. Əgər ər icazə verərsə, qadın təlaq etdirə bilər. Yox, əgər ər icazə verməzsə, yəni qadın ərin icazəsi olmadan təlaq etdirə bilməz. Adətən, hətta görsən belə hallarda baş verir ki, bəzən yəni evlənirlər, birinci yoldaş təlaq verməmiş, gedirlər, yəni məhkəmədən ayrılırlar və gedirlər ikinci dəfə kəbin kəsirlər. Budur ki, bu kəbin, yəni kəbin üstünə kəbin batildir və əgər hətta birinci yoldaşı təlaq versə belə, əgər bunların arasında münasibət olubsa, bunlar ömürlük bir-birlərinə haram olurlar. Bu, yəni Allahın hökmüdür və fiqdə yazılan bir şeydir. İndi ola bilər kimsə qəbul eləməsin, gələcək burada başlayacaq yenə filosofluq eləməyə və deyəcək, yox, bu harda yazılıb, Quranda belə bir şey yoxdur. Elə bil ki, sanki hər şey, bunlar Quranla əməl edirlər, qaldı bir dənə bu. Amma yəni Allahın hökmü həqiqətən budur ki, birinci yoldaş təlaq verməlidir və iddə saxlamalıdır və iddə saxlayandan sonra da artıq qadın azaddır və ikinci dəfə başqasından yəni izdivac edə bilər. Amma ya ər özü təlaq verməlidir, təlaq verəndə də xanımın pak vaxtı olmalıdır və yəni təlaq oxunanda ki, adil şəxs də bunu mütləq şəkildə eşitməlidir və yenə də adət üzrə qadın ən az 3 xəstəlik görəndən sonra artıq sərbəstdir və qadın istəsə başqasından izdivac edə bilər. Amma yəni ərin icazəsi olmadan qadın təlaq elətdirə bilməz.